deməli, prizma. Düzgün altıbucaqlı prizmanın yan səthinin sayəsi 36-dır. Deyir, onun böyük diaqonal kəsiyinin sayəsi nədir? Düzgün altıbucaqlı prizmada, indi belə deyək, oturacaqlar altıbucaqlıdır. İndi yan səthinin sayəsi. Ümumiyyətlə, S-yan necə tapılırdı prizmada? P oturacaq vur, L deyirik, H deyirik də, düzümü? İndi mən hələlik H yazıram, yəni problem deyil o. İndi, düzgün altıbucaqlı olduğu üçün oturacağı nə olur? 6A. Hər tərəf bərabərdir ona görə. Hə. İndi S-yan 36-dır. P oturacaq 6A-dır. Bir də bir şey deyim ki, burada hündürlüyü biz bilmirik də, eləmi? Bu ayra qalsın. Bura oldu belə. Hə, indi bir dənə görün nəyi deyirəm. Biz, indi mən bunu tam gözəl çəkə bilmərəm, mümkün deyil də biraz. Hə. Elə belə çəkirəm, təsəvvür yaransın deyə. Bir dənə çəkdik. Orada hündürlüyə aya bərabər olur, düzgün altıbucaq. Yox. Orada sənə demir axı, tam, yəni, düzgün sözü bilsən nə üçündür? Yəni, o oturacağın tərəfləri bərabərdir. Hə. Misal üçün, onu yadında saxlamaq, qarışdırmamaq üçün bir şey deyim sənə. Şeydə bir də görsən testlərdə verir, düzgün 4 bucaqlı prizma. Görsən kub demir ki. İndi bax, biraz oxşatdım da, indi az çox. İndi sənə deyir ki, orada böyük diaqonal kəsin sayəsi. Böyük diaqonal kəsi, yəni böyük diaqonal burada budur da. İndi haradan istəyirsə çəkim, mən buradan çəkim. Normal görsənsin. Hə, düzgün altıbucaqlının böyük diaqonalı nə idi? Yox, o kiçik diaqonaldır. Böyük kağıd. Böyük diaqonal. Düzgün altıbucaqlı deyirəm, amma şeyə aid deyil, prizmaya aid deyil. H da budur da, düzümü? Deməli, sənin nəyə ehtiyacın var? 2A H-a ehtiyacın var da onda. Onda sən buranı 3-ə böl, elə. 12 bura qalır, 3-ə böl, 2A H qalır. Yəni, səndən elə bir bunu soruşur. Yəni, bərabər 12. Kim çatdı? Orada sorursaydı əgər ki, kiçik diaqonal kəsiyi, onda nə olacaqdı? A köhdü 3 vur H. Bu, böyük diaqonaldır. Qarşı-qarşıya olan təpələrdə böyük diaqonal olur. Kiçik diaqonal da budur. Bura A köhdü 3-dür. Kim çatdı? Belə. Necə? Hə. Yəni, buradan bir dənə belə də çəksəm, hə, olar. Neysə. Bildiniz də əsas odur. İstəyirsən elə belə şəklini çək, qalsın orada da həm də. Bir də görsəm, dərsi qeydiyyatı aram. Asıram, baxıram ki, yer yoxdur. Keçən dəfə 1 saatdan çox video çəkmişəm. Video getdi. Belə, 2-yə baxaq. Buranın sualları dediyim kimi, qəşəng suallar var. Deyir, düz prizmanın oturacağı katetləri 6 və 8 olan düz bucaqlı, 3 bucaqlı. Orada düz sözü, düzgün yox ha, düz söz o deməkdir ki, yan til hündürlükdür. Yəni, belə deyək də, biri var, bu til belə dayansın, əyri, maili dayansın. Bu maili prizmanın yanıdır. Belə olanda, bu nə olur? Düz prizma. Şimdi çatı. Maili prizmada belə əyri olur yan til. Burada isə nə olur? Dübbələm düz olur. Yəni, aşağıya perpendikulyar enir. İndi düz prizmanın oturacağı kateti 6-8 olan düz bucaqlı 3 bucaqdır. Prizmanın yan səthinin sayəsi 120-dir. Onun yan tili nədir? Şəkli çəkməsək də olar bəlkə. S-yan nə idi dedik bayaq? Dedik ki, P oturacaq vur, L deyə bilərik, H da deyə bilərik. Düz prizma olduğu üçün mən H yazıram. Yəni, yan tərəf onsuz da hündürlükdür. Oldu. İndi sənə deyir ki, kateti 6-8-dir, pitonuzu nədir? 10. Onda perimetr nə olur? Perimetr oturacaq olur 6, 8, 10. Yəni 24. Bu oldu 24. Yan səthin sayəsi də oldu 120. H nə olur onda? 5. Burada bayaq dediyim kimi düz prizma olduğu üçün yan tiləndə nə oldu? Hündürlük. Şimdi çatdı.
Şəkil təsvirini istəsəz, şəkil təsviri harcı təqribən yuxarı aşağı belə bir şeydir. Bir dəqiqə, biraz yaxşı çəkmək qabiliyyətim yoxdur açığı. Bildiniz? Belə bir şeydir yuxarı aşağı. Belə. Oldu. Maili prizma olsaydı, bu belə gedəcəkdi. Şimdi saatdə mail prizma olsaydı, bu belə olacaqdı. Burada yan til 90 dərəcə yaradır. Amma burada görsən, arada 90 qalmır. Başqa bucaqda qala bilər. Buna deyirik nə? Maili prizma. Yəni o Michael Jackson kimi belə durur. Göstərə bilməm. Hayır. Yaxşı videoda görünür. Altı bucaqlı prizmanın neçə diaqonal var? Düstur idi. Normalda, bax, belə deyək, qabarıq altı bucaqlıda diaqonalların sayı n vur n çıx 3 bölü 2 idi. Amma prizma olanda n vur n çıx 3 olur elə. Düzdür? 6 vur 6 çıx 3 qutardı. 18. Amma desəydi diaqonal kəsiklərinin sayı bölü 2 olacaqdı. Oldu? Xırda şeydir, amma yadınızda saxlayın da sonra problem olmaz. 4. Deyir, düzbucaqlı paralelipedin oturacağın tərəfləri 7 ilə 24 nisbətindədir. Paralelipedin diaqonal kəsin sayısı 50-dir. Onun yan səthinin sayısı nədir? Bir dənə düzbucaqlı paraleliped çəkək. Buradaydı da deyəsən. Oturacağın tərəfləri 7K, 24K'dır. Paralelipedin diaqonal kəsiyinin sayısı 50'dir. İndi bura 7K, bura 24K'dırsa, Pifagora görə 49'un üstə böyük 76 gələndə 625 edir. 49'un üstə, 625'dən də nə çıxır? 25K çıxır. İndi, deməli, diaqonal kəsin sayısı 50'dir, hə? Yəni, buranın sayısı 50'dir, hündürlüyü bilmirik. Onda yazıram. S diaqonal kəsiyi bərabərdir 25K vur H, o da bərabər 50, K vur H olur 2. Orada nə deyir bizə? Onun yan səthin sayısı. Yan səthin sayısı da bayaqdan deyirik. Nə idi? P oturacaq vur H. P oturacaq 7, 24, 31, 2 qatı, yəni perimetr nə olur? 62 K vur H. 62'ni də 2'yə vuranda, bura 2 daxı. O nə qədər? 124. Silək. Çəkdim. Mail üstbucaqlı prizmada yan tillər arasında məsafə 6-8-10'dur. Bizə deyir ki, böyük üzlə qarşıdakı til arasındakı məsafəni tapın. Mail üçbucaqlı prizmada 6-8-10. Tillər arasındakı məsafə əslində o, belə deyək də, oturacağın ölçüdür. Belə yazın. Belə olur. Biraz yaxşı çəkə bilmirəm, yenə deyirəm. 6, 8, burada 10.
Bir də orada deyim, o sizi çaşdırmasın. Yan tillər arasında məsafə deyəndə, yəni bax bu tillə bu til arası 6-dır. Bu tillə bu til arası 8-dir və bu tillə bu til arası 10 düşür. Yəni o mənada deyir. Hə. İndi sən deyir böyük üzlə qarşıdakı til arasındakı məsafəni tap. Böyük üz buradır da. Hə? 10 olan. Sən bura ilə bura arasındakı məsafəni soruşur. Qarşıdakı til arasında. Hə, o da nə düşür? Hündürlük düşür. Hə. Heç nə. H bərabər A vur B böl C. Düstur belə idi də. Aydın da belə. Məsafə hündürlükdür ona görə. Çəkdiniz. Belə. 6-da cavab nədir? Nətər tapılır düstur? Kök altı A kvadrat plus B kvadrat plus C. Bəli, kök altı A kvadratı, B kvadratı, C kvadratı. Bunlar hamısı bir yerdə cavab verir. 9, 7, son 7. 2-nin kvadratı, 3-ün kvadratı və 6-nın kvadratı. 7 alınır ha bu. 49 edir, 7 çıxır. Aydın da düsturları əzbər bilmək lazımdır. Burada. Düz paralelipedin oturacağın tərəfləri 3-5-dir. Onun arasına bucağı 60-dır. Paralelipedin böyük diagonal 10-dur, yan tili nədir? Bax, burada düz sözünü görürsünüz. O düz yenə bayaq dediyim kimi tilin 90 dərəcə yaratdığını göstərir. Yəni, maili prizma deyil, düzdür. Hə. Şəkil düzbucaqlı paralelipedi oxşuyur, amma oturacaqdakı fiqur düzbucaqlı yox, paralelipeddir də. Paralelogramdır daha doğrusu. Onu göstərin biləsiniz. Ölçülər yaxşıdır. Tamam. Deməli, bura 3-dür, bura 5-dir, arada qalan bucaq da 60-dır. Düzdürmü? Paralelipedin böyük diagonalı 10-dur. İndi böyük diagonal bu olacaq da yəqin ki. Yox, bu olacaq. Kör bucaq da. Hə. Amma paralelipedin böyük diagonalı deyəndə buranı nəzərdə tutur. Yəni biz oturacağın diagonalı demir də. Paralelipedin öz diagonalı deyir. Hə. 10 santimetrdir. İndi nəyi tapa bilər ki, ona baxaq. Nətər? Aşağıdan bir dənə diagonal seçsin, üzərində 90 dərəcə olur. Əslində belə tapma olar ki, sən demiş. Bir dənə belə çəkim başa düşəcəksiniz. Yox, elə yox deyəm, bir dəqiqə səhv elədim. Ki, kiçik diagonalı buradan tapaq. Buradan tapaq. Onu tapandan sonra böyük diagonalı tapmaq məncə asan olar. Hə? İndi onu nə ilə tapa bilərik ki, onu fikirləşək. Bura x yazam, hələlik. Hə. Ya da x yazmayayım, D1 yazım. Olar. Bunu şeylə tapma olar. Nə teoremi? Kosinuslar teoremi ilə tapa bilərik oranı, D1-i. Yoxsa uzanacaq elə məsələ. Görüm, daha qısa yolu var. Objektiv diagonalını yataq, Pifagordan tap. Yox, bu Pifagordan çıxmır axı. Bu oturacağı paralelogramdır. Teoremi oradakı diagonalını tapaq, ora Bu diagonal, hə də bunu tapmağı deyirsən də sən. Mən dedim birinci bunu tapım, sonra onu tapım. Elə də olar, fərqi yoxdur. 120 düşür. Bucaqlar da dəyişir. Hə, gəl bura ilə işləyək. Yaxşı, bura olsun 120. 30-30. Hə, gəl buranın diagonalını tapaq. İndi kosinuslar teoreminə görə D kvadratı bərabərdir. 3-ün kvadratı üstə gəl, 5-in kvadratı çıxaq. 2 vur, 3 vur, 5 vur. 120. Belə idi də. 9 ilə 25 eləyəcək. 34 çıxaq. Cos 120-də ümumiyyətlə ikinci rübdə mənfidir. 180 çıx 60-da da dəyişmir. Mənfi cos 60 mənfi 2-də 1 eləyir. 2 ilə 2 gedir. Mənfi mənfini nə edir? Plus. 15. Nə qədər olur? 49. Bura düşür 7.
10-un kvadratından 7-in kvadratını çıxanda kökdə 51 alınır. Cavab B. Bir də bir söz deyim. Bu düz prizma sözü bayaq dedimdəsə buranın 90 olduğunu göstərir. Başa düşdünüz? Yəni düz enib də, perpendikulyar enib. Soldan sağa seçilən də eyni şey olacaq da belə seç. Köşatlar bir verilsəydi o. O yox. Eyni verməyəsiniz. Mən onu necə planlaşdırmışdım? Açığı mən dedim ki, buradan diagonal taparam. O birisi diagonal tapmaq ucu asan da olur. Köşkdə 19. Belə, aydındır. Hə. Hə, bax, bu sual qəşəng sual. Deyir, düz paralelpedin oturacağı rombdur. Diagonal kəsiklərin sayələri 80 və 150-dir. Paralelpedin yan səthini tapın. Düz paralelped Hayda da səhv elədim. Telefon Ha. Vibrasiyanı bağla başlayacaq. Ha. Rom deyil. Hı? Oturacağı rombdur da özü romb deyil. Belə yaxşı. Burada aləm qarışacaq biraz. Çəkim indisi göstər. Hə. Burada bir balaca qarışıqlıq olacaq. Niyə? Düz paralelpeddir. Elə bil ki, yan tərəflər hamısı hündürlükdür. 90 dərəcə yaradır. Amma oturacaq rombdur. Yəni oturacağı düz bucaqlı kimi görməyin də. Onu deməyə çalışıram. İndi kəsiyin sayələri 80 və 150-dir. İndi bax. Bura biz H yazsaq, tutaq ki. Burada olsun D1. Hə. İndi sən bilirsən ki, buranın diagonal kəsiyi nə olur? 80 verməyib. Hə, D1 vuraq 80 olmalıdır. Onda belə qənaətə gəlirik ki, D1-in yerinə mən 80 böl H yaza bilərəm. D2-nin də yerinə 150 böl H yaza bilərəm. Paralelpedin yan səthinin sayəsini tapmaq üçün mənə lazımdır. P oturacaq vur H. İndi burada nə edə bilərik biz? Oturacaq rombu da. Yaza bilərik ki, D1-in kvadratı üstə gəl, D2-nin kvadratı bərabərdir nəyə? 4A kvadratı. 80-in kvadratı olur 6400 bölək H kvadratı. Üstə gəlinsin 150-nin kvadratı 225, 2-dən 0 H kvadratı bərabər 4A kvadratına. Biz toplayanda buranı alırıq. 289, 0 böl H kvadratı bərabər olur 4A kvadratı. Onda kök altda salsaq hamısını 170 böl H 2A'ya bərabərdir. İndi P oturacağımız 4 dənə A olduğu üçün 4A vur H olur. Bu da olur 170 bərabər 2AH. 2AH 170 isə bu da olur belə bir şey. Oldu. Burada olan bəzi sual tiplər test ofisində yoxdur. Ona görə buradan yazdırdım ki, burada biraz fərqli suallar çoxdur. Hündürlüyü 10 köhdüyücü olan üçbucaqlı mail prizmanın yan tili oturacaq müstəvisi ilə 60 dərəcəli bucaq əmələ gətirir. Prizmanın yan tili arasında məsafə 4, 6, 7 olarsa yan səthinin sayəsi nədir? Maraqlı sualdır, bax yenə. Bir dənə belə bir şəkil çəkək bayaqçı kimi. Mail prizma deyə bir balaca bunun meyilli çəkirəm.
Şəkil oxşamaya bilər, amma yenə deyirəm, qabiliyyətim bundan çatır. Bizə prizmanın yan tilləri arasında məsafə 4, 6, 7 verilib də. 7 olsun bura, 4 olsun bura, 6 olsun bura. İndi sənə deyir ki, yan til oturacaqla 60 əmələ gətirir. Tutaq ki, bu xətti çəkdim, buradan uzatdım. Bu əyri olduğu üçün burundan 60 dərəcə bucaq əmələ gətirir. Hə? Mail prizma budur da, yəni bu belə qalır, əyri qalır. Hə, hündürlüyü də sənə verib orada 10/3. Düzdür? 60-ın qabağı 10/3-dürsə, 30-un qabağı 10-dur. Onda burada 20-dir. Səndən S-yanı soruşanda da deyirsən ki, P oturacaq vur H-dır. P oturacağımız 4, 6, 7-nin cəmidir. Vur H-da 20-dir. 17 vur 20, 340. Oldu. Başa düşdünüz. Bu asan sual oxşuyur. Bir dənə elə belə baxaq. Burada belə deyim də, nə eləmək olar? Eli verib, yan til, diaqonalı verib D, oturacağın tərəfi də A. Bizə nəyi soruşur? S-yan və yaxud da S oturacaq. Birinci sualdan başlayaq. Birincidən baxaq, görək nə deyir burada. Birincicə S-yanı tapaq. S-yanı tapmaq üçün sənə P oturacaq vur H lazımdır, ya da L deyək də biz ona. P oturacağımız bizim 5'dir. Düzgün 4 bucaqlı olduğu üçün, yəni kvadratdır da, bütün tərəflər 5'dir. 4 vur 5 olur. Bu oturacağın perimetri. Bu da 14'dür də yan til. 20, 280. Bu oldu belə. Bir də orada cavablarda deyəsən S oturacaq da var idi. S oturacaq da bərabərdir. 5'in kvadratı 25. A kvadratı da yəni. Belə. Qalan bütün suallar eynidir. Orada bir dənə diaqonalla verilən var. O da indi məntiqlə götürəndə bilirsiniz necə bir şeydir. Bax, belə deyim də sənə. Misal üçün, ikinci suala baxaq. Biraz qəribə görsənən oldu da. 2-də S-yanı tapmaq üçün bir də S oturacağı tapmaq üçün nə edə bilərik? S oturacaq, olacaq 2'də 1 D kvadratı. Düzgün 4 bucaqlıda elə bil kvadratda. Saat üslubu deyil. Yazarsan elə bil 2'də 1 vur 6.2'nin kvadratı. 3/1 verir bu. Elə bir cavab burada yoxdur. Demək bu variantlara aid deyil. S-yanı tapaq. S-yanında nə var? P oturacaq vur L var. İndi belə deyək də, bir dənə kvadrat fikirləşin ki, bunun diaqonalı 6.2'dir. Tərəf, bura x, bura x götürək, tutaq ki. Bu nə olur? 2x kvadratı olur 6.2, x kvadratı olur 3/1. Deməli, onda burada yönlü cavab çıxmır axı. Bir də üzr istəyirəm, bizə kiçik də ümumiyyətlə şərtdə varmı? Kiçik də yoxdur axı. Oturacağın diaqonalı deyil. Oturacağın tərəfi A diaqonalı. Hə, öz diaqonalı dedi. Hə, o başqa məsələ. Elə bil orada düzgün 4 bucaqlı prizmanın yan tili L, diaqonal D. Oturacağın tərəfi A. Oturacağın diaqonalı dedi də, hələ. Onda biz oturacağın diaqonalına işləmişik onsuz da burada. 2'də 1 vur D kvadratı, 3/1. Heç bir uyğun gəlmir onda. Bir dənə də fikirləşim. Biz orada böyükdə verir. Yox, bunu deyirəm, 2'ni deyirəm. Həmçinin. Orada deyir oturacağın tərəfi adı diaqonal D-dir.
Ümumiyyətlə, hə, orada 6.2-yə uyğun heç bir cavab yoxdur. Heç bir şey yoxdur. Çünki bölünən, şey eləyən heç bir aidiyyatlı bir cavab yoxdur. Düz belə oturacaq. Yox, bu elə qəliz bir şey deyil. Yəni burada səhv ola bilməz. Çünki yenə deyirəm, S oturacaq nədir? Fiqur əgər düzgün dördbucaqlıdırsa kvadratdır. Kvadrata diagonal 2-də 1D kvadratından tapılır. O da olur şey 3/1 S oturacaq. S-yanı prosta tapma olmur orada. Məncə burada nəsə bir dıqılı ədədlərdə yanlışlıq var ya da bilmirəm bizdə çapda şey var. Hə? Ulan isyan evi ki kub alınmır da. Yox, kub alınmır. Kub olması üçün indi kub deyər. Düzgün dördbucaqlı prizma odur ki, hündürlüyü eyni olmur. Kub olmalı ki alınsın. 54 verirsə onda Yenə kub düşmür. Yenə düz düşmür. Yox, ədəd nəsə düz gəlmir burada. Ədəddə problem var. Yəni altdakından nəsə alınır. 4/6. 6.2 elə ədəd ki, sən onu sadə vuruqlara ayırsan belə, misal üçün orada gəlir 31 falan çıxır. 31 heç variantdakı cavablara aidiyyatı olan bir şey deyil. Nəyəsə vuranda cavab çıxmaq mümkün deyil. Hə. İstəsəz bir dənə onu elə belə şeydə vurun, yoxlayın. Amma yenə deyirəm, o məncə çıxmayacaq heç bir cavab. 16.31 3 tamam. 16.31. Hədə alınmır da. Amma buradakı variantdan düz gəlmir. Çünki bura olmalıdır. Kök altı 3.1. O da 4 kökdə 3'də 1'dir. Hə. Bu da olur şeydə 4 dənə kök altı 3.1 vur hündürlük 4. 16 kök altı 3/1. Belə bir şey olmalıdır. Variantda elə bir şey yoxdur. Böyük ehtimal çap xətasıdır bu. Hə, sən bax.